Qaçaq Mayıl da təəssüflər olsun ki, xəyanətə uğrayıb. Elə oğlu Qaçaq Osman da xəyanətə uğrayıb. Ümumiyyətlə, bütün qəhrəmanlarımızın ortaq xoşa gəlməyən qədərlərindən biri də o idi. Yəni ki, Sovetlər canhıraş çalışırdı ki, o vəhdəti pozsun. Bilirsiniz, belə deyək də, mənim anam həm kişi qeyrətli qadın idi, Seyrə Mayıl qızı. Ruhu şad olsun. Ruhu şad olsun, Qaçaq Mayılın elə öz vəsiyyətinə görə yanında bastırmışıq. Amma həm qadın qeyrəti var idi, həm kişi qeyrəti var idi və sona qədər də arzu edirdi ki, Qaçaq Mayıl haqqında faktlar ortaya çıxsın. Və məni bir gün apardı Qubaya, dedi ki, qızım, bura arxivə yol tap, Qaçaq Mayılın arxivini tapaq. Demək, onun arxivi tapandan sonra mən adlarını çəkmək istəmirəm. Çünki onun o adamların törəmələri indicə xalq düşməni elan olunar ya onlara mənfi münasibət olar deyə demirəm. Çünki onların nə günahı var? Orada danoslar yazmışdılar babam haqqında, dayılarım haqqında, bibilər də. Təəccübləndirmir. Balalarım haqqında danosların hamısının şəklini çəkdim və götürdüm, gəldim. Bəli, Alazda O qədər arxivizdə. mənə ağır təsir elədi. Amma çox qəribədir ki, Sumqayıtdakı evimizdə, mən indi bağ evindəyəm, Sumqayıtdakı evimizdə o törəmələrin, o familiyanı daşıyanların demək, nəvəsi qonşum idi. Mən ona görə açmadım bu şeyi. O ehtimal ki, o bəlkə də bilmirəm, o gerçəyi bilmir, babasının elə bir ya da ki, hələ amma sizin o gerçəklə yaşamağınız, salam verməyiniz, hər hansı bir münasibət qurmağınız və yaxud da bəlkə də gəliş-gediş də olub. Yəni bu inanılmaz dərəcədə acı verici bir şeydir, həqiqətən. Yəni bu gerçəklə yaşamaq. Yəni insan bəlkə də deyərdi ki, görəsən harda partlayacam yəni. Hansı söhbətdə yəni ki, çünki o insan bəlkə də keçmişini... Onlarında da iştirak eləmişəm. Of. Yoldaşımla Xasay müəllim onda sağ idi. Bir yerdə getdik, iştirak elədik, çıxış elədik. Sonradan dedim ona ki, toydan sonra dedim ki, mən